Dövlət Nevroloji xəstə uşaqlara pulsuz dərman preparatları verir. Başda təbib olmaqla bir qrup dərman mafiyası da o dərmanların xəstə uşaqlara çatmaması üçün çalışır. Bir xəbər media xəbər verir ki, bunu Facebook sosial şəbəkədə İşgəncələr əleyhinə araşdırma mərkəzi adlı səhifə paylaşım edib. Səhifədə qeyd olunur ki, xəstə uşaqların valideynləri dövlət tərəfindən pulsuz verilən dərmanları almaq üçün aralarında 10-15 kilometr məsafə olan ən azı 3 poliklinikaya getməli, uzun növbələr gözləməli olurlar. Burada insanların incidilməsinin də məqsəd odur ki, vətəndaşlar bezib həmin dərmanların dalınca getməsinlər. Nəticədə isə dərmanlar səhiyyə sistemindəki bəzi şəxslər tərəfindən satılır. Tibb Ərazi Bölmələri İdarə Etmə Birliyinin icraçı direktoru Anar Bayramov bu məsələ ilə də məşğul olsa pis olmaz deyə məlumatda qeyd olunur. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.